Salam hörmətli tamaşaçılar. Mən bloger Orxan Şirinli. Hər birinizi salamlayıram. Xankəndidə Zəfər Muzeyi ərazisində bu gözəl parkda gəzintimiz davam edir. Sizə gözəl bir görüntüləri təqdim edəcəm buradan. Görün ki, insanlar necə axın eləyir məhz bu əraziyə. Çox sərin, möhtəşəm bir havası var. Xankəndinin məhz bu ərazisində hal-hazırda hava küləkli, möhtəşəm. Sanki heç bir yay havasıdır, buz kimi. Həqiqətən də çox sərindir. Ona görə də axşamlar buraya insanlar çox axışır. Burada Salam Xankəndi olan bölmədir. Kafe, restoran. Burada da insanlar oturur, istirahət edir, əylənir. Sadəcə bir şey diqqəti çatdırmaq istəyirəm ki, bu parkda burada zibil qablarını çox alsa daha yaxşı olar. Baxın, düz bu Zəfər Muzeyinə kimi gedən yolda həmin ərazidə zibil qablarını daha çox etmək olar. Bir dənə giriş hissədə var. Burada bir gözəl Xankəndi biznes mərkəzi var. Baxın, bu da Bakıda alov güllələri kimi necə gözəl işıqlandırma yaradılıb burada. Çox əladır. Gözəl görüntüləri izlədiniz. Mən bloger Orxan Şirinli. Yenidən Qarabağda gəzintimi davam elətdirirəm və çox gözəl görüntünü sizə təqdim edirəm. Baxın, indi Azərbaycan bayrağı versiyonunda oldu. Xankəndi otelinin görünüşü isə belədir. Çox möhtəşəmdir. Yeni açılışı olub bilirsiniz. Ona görə də bu otel həqiqətən də yeni müasir standartlara uyğun tikilibdir və hər kəs gəlib burada gecələyə bilər. Bütün Avropa standartlarını bu oteldə necə deyərlər, tətbiq ediblər. Bilirəm ki, indi biz Ağdamda yaşayırıq deyə bura tez-tez gəlirik, amma bəzi bizim buranın həsrətində olan insanlar var ki, hələ ki buranı görməyiblər, amma mən ona görə də çalışıram ki, hər bura gələndə fərqli-fərqli reportajlar hazırlayayım və buranı yeni nə varsa sizə göstərim, yeni görüntüləri sizə göstərim. Mənim növbəti videomda siz Xankəndinin arxa küçələrini də görəcəksiniz. Xankəndinin arxa küçələrini də çəkmişəm və onu da sizə təqdim edəcəm, hörmətli izləyicilərim. Xankəndinin gecələri isə belədir. İşıqlı binalar, gözəl parklar, mehmanxanalar, otellər. Həqiqətən də Xankəndinə əlavə bir gözəllik qatır. Bura isə hökumət evinin qarşısıdır. Xankəndinin mərkəzi meydanıdır. İndi həmin binanı görürsünüz. Hökumət evinin qarşısı. Mənim ekranın sol tərəfində isə mən sizə Xankəndi deməli, burada da Şirin otel var və onun yanında isə orada siz görürsünüz Xankəndi şəhər stadionunu. Dediyim kimi mərkəzi hissədir bura və bütün festivallar, bayram konsertləri hər birisi məhz bu ərazidə keçirilir. Bu bina isə yenidən demək olar ki söküldü və yenidən tikildi. Bu binanın da gecələri daha gözəldir, möhtəşəmdir. İndi istəyirəm onu da sizə göstərəm. Bax, həmin bu binadır, necə gözəl Xankəndinə yaraşıq verir həqiqətən də. Möhtəşəmdir. Hər birinizi bura istirahətə dəvət edirəm. Gözəl görüntüləri sizə təqdim edirəm. Kanalımızdan ayrılmayın. Möhtəşəm görüntülərlə sizi baş-başa buraxıram.
Orasyonu alabiliyor musunuz? Tabii. İndi Hökumət evinin yanından burada mərkəzi parkların birindəyik. Fevraler meydanı. Burada dəfələrlə sizə çəkib göstərmişəm. Çox gözəl bir parkdır. Oradan da buraya da gəlib dincəlməyə dəyər. Ağacların əhatəsində çox gözəl bir parkdır və havası çox sərindir. Burada da ona görə də insanlar çox gəlir. Həqiqətən də bir çox bölgələrdən gələn insanlar və Xankəndi sakinlərini burada görmək mümkündür. Belə gözəl bir fəvvarəsi var. Bu fəvvarə də buraya əlavə bir gözəllik verir və sərinlik verir buradakı istirahət edən insanlara. Möhtəşəmdir. Hər biriniz gələ bilərsiniz. Buranın axşamı ümumiyyətlə möhtəşəmdir axşamı. Və görün nə qədər insan var bu ərazidə. İndi yavaş-yavaş biz reportajımızı yekunlaşdırırıq. Çünki artıq Ağdama, doğma elimizə dönmək vaxtıdır. İnşallah növbəti vloglarımızda, növbəti Qarabağdan görüntülərlə mən bloger Orxan Şirinli sizi salamlayacağım. Hələlik, hörmətli izləyicilər, özünüzdən müğayət olun. Allah amanında sağ olun, salamat qalın.